Salam əziz yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizə 16 iyul 2026-cı il tarixində olan ASE qəbul suallarının izahını verəcəm. Birinci sualda bizdə nə istəyir? Recycle bin qovluğu üzərində hansı əmrlər icra oluna bilər? Bu təbii ki, Windows mövzusunə aid olan bir sualdır. Recycle bin üzərində bu əməliyyatları aparmaq üçün biz ilk öncə onun sağ düyməsinə baxmalıyıq. Zibil qutusu üzərində mouse'un sağ düyməsini və ya Shift F-unu klik etdikdə onun kontekst menüsü açılır. Və gördüyünüz kimi burada Rename, Open, Empty Recycle Bin, yəni zibil qutusunun içərisini boşalt, Pin to Quick Access, cəhd müraciətlərə, keçid panelinə sabitlə, Pin to Start, Start menüsünü əlavə et, xüsusiyyətlərinə bax və s. Bu kimi əmrlər mövcuddur. Elə bizə lazım olan əmrlər də buradadır. Properties təbii ki, xüsusiyyətlərinə baxdıra bilirik. Pin to Start, başlatma, yəni Start menüsünü sabitləyə bilirik. Pin to Quick Access, cəhd keçid panelinə sabitləyə bilirik. Open with belə bir əmr yox idi ki, və biz bunu sadəcə üzərini klik etməklə aça bilirik. Rename adını dəyişə bilirik. Edit, təbii ki, bu fayl deyil ki, bunu redaktə edək. Manage idarə etmə funksiyası da yoxdur. Ona görə 1, 2, 3, 5 olacaq. Yəni cavab olacaq C variantı. İkinci, hansı fikir düzgün deyil? Bu Microsoft Word 2019 View Window qrupuna aid olan bir sual bölməsidir. Açıq pəncərələrin birindən digərinə keçid Window Link qrupunun müvafiq əmri ilə deyil həyata keçirilir. Bəli, uşaqlar, bu bizdə doğrudur. Bu bizdə Windows'un içərisində olan hansı ki Switch Window bölməsi var, o vasitə ilə edə bilərik. Proqram pəncərəsində açılmış iki sənədi eyni vaxtda vərəqləmək mümkündür. Bəli, Windows-un Site və Site qrupu vasitəsilə biz bunu edə bilərik. Kursorun yerini başqa yerə avtomatik dəyişmək üçün pəncərələrin şaqil və üfüqi sürüşdürmə zolağından istifadə edilir. Bu scroll barı nəzərdə tutun uşaqlar. Hansı ki, bizə qeyd edir ki, kursor bu vərəqin üzərində aktivdir. Biz bunu yuxarı və aşağı etdikdə kursor yerini dəyişir. Xeyr, sadəcə uşaqlar, burada sənəd demək olar ki, aşağı və yuxarı doğru hərəkət edir. Kursor mövqeyini dəyişmir. Bizdən də düzgün olmayan istədiyinə görə elə cavab olacaq C bəndi. Eyni zamanda deyir ki, hər hansı sənədi kompüterin yaddaşında saxlamaq üçün fayl tabından istifadə olunur. Bəli, save-dən istifadə edə bilərik və eyni zamanda açılmış bir neçə sənədin yalnız biri aktiv ola bilər. Bu ifadə də doğrudur. Üçüncü fikir bu kompüter qrafikası mövzusuna aid olan bir sualdır. Fikrimcə dövlət qulluğunda, yəni dövlət qulluqçuların bu qədər dərinə gedən bir sual rəng prinsipi lazım deyil. Amma yenə baxaq. HCB rəng modeli komponentləri ağ rənglərdən əsas rənglərin çıxarılması ilə alınan rənglərə xidmət edir. Xeyr, bu ifadə yanlışdır. Bu adətən bizə subtraktiv modelə aiddir. Bu da semikada istifadə olunur. Getdi. İkinci, semika rəng modelində subtraktiv model istifadə olunur. Bu doğrudur. Bu bilirsiniz nədə istifadə olunur? Uşaqlar daha çox çap işlərində istifadə olunur, boya işlərində istifadə olunur. Memarlıq vizual avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi CAD sistemlərindən istifadə olunur. Bəli, doğrudur. Nəzəriyyələrin içərisində çox keçir bunun adı. RGB rəng modeli subtraktivdir deyil və rəng sayı 232-yə bərabərdir. Qətiyyən 234-ə bərabərdir. 224-ə bərabərdir rəng sayı və burada subtraktiv deyil, additiv rəng modelindən istifadə olunur. Bu da bilirsiniz uşaqlar nə deməkdir? Additiv və subtraktiv. Additiv model işıq üzərində, subtraktiv model isə adətən çap və boya işləri üzərində istifadə olunur. Additivi biz adətən RGB-də, subtraktivi isə biz semikada istifadə edirik. Videonu dayandırıb qeyd götürə bilərsiniz özünüz üçün. Adobe Streamline proqramı raster təsvirləri vektor təsvirləri çevirmək üçün istifadə olunur. Bəli, Adobe Streamline-də, Corel Trace-də bunlar çevirici kimi istifadə olunur. Bizdən doğru mülahizələr istədiyinə görə 2-dir. 3-dür və 5-dir. Ona görə cavab olacaq A variantı. İnformasiyanın qərar qəbulu üçün kifayət qədər olması, təbii ki, informasiya əgər tamdırsa, biz bunun haqqında qərar qəbul edə bilərik. 5-ci, bu da fikrimcə informatika bilməyən insan bilə müasir dövrdə bu suala cavab verə bilər. Aşağıdakılardan hansı web brauzerdir? Safari. 6-cı, bu viruslardır, hansı ki proqram təminatında və informasiya təhlükəsizliyində bu adlardan geniş istifadə edirik. Rezident, deməli uşaqlar, bizdə bir var rezident viruslar, bir də var qeyri-rezident viruslar. Rezident viruslar daimi yaddaşda, kompüter açdıqda daimi əməli yaddaşda aktiv olandır. Qeyri-rezident isə müəyyən müddət aktiv olub yoxa çıxanda. İndi bizdən rezident istəyir, daimi olaraq əməli yaddaşda RAM-da yerləşəndir. Yəni 1B-də. Makroviruslar nədir? Microsoft sistemində hazırlanan sənədlərə yoluxursa, makro. Bəzən uşaqlara bunu yadda saxlamaq üçün belə bir ifadə deyirəm ki, makro anlayış nədir? Microsoft anlayışı, Word, Excel. Bunu bütün dünya istifadə edir də. Təbii ki, burada olan viruslar makroviruslar olacaq. Adətən crack versiyalarda daha çox istifadə olunur. Faylda icra olunan fayllara yoluxur. Bu sual adətən ya genişlənmə formasında gəlib düşür, ya da tərif formasında gəlib düşür. Yəni, populyar sual silsiləsindədir. 1 olacaq B, 2 olacaq Y, 3 olacaq C, yəni Y variantı.
Yeddinci sual, bu da son vaxtlar qəbullarda tez-tez istifadə olunan sual modellərindən biridir. Mətn prosesorunda aşağıdakı mətn yığılmışdır. Uşaqlar, mətnimiz hal-hazırda budur və ingilis dilində yazılıbdır və bizə belə bir pəncərə təqdim edibdir. Bu pəncərədə bizdə axtarılan söz find what budur. Əvəz ediləcək, replace with əvəz ediləcək sözsə budur. Biz təbii ki, mətnin içərisindən bax bu sözü axtarmalıyıq. Mətni öncədən təhlil etmişik, ona görə burada belə bir söz yoxdur. Olsa təbii ki, ayrı məsələ əvəz edəcək. Hal-hazırda burada belə bir sözlər rast gəlinmədiyinə görə imtahanda diqqətli olun. Ən azı 2 dəfə oxuyun. Çünki bir dəfə sizin diqqət yayınmanıza gətirib çıxarda bilər. İkincidə bəlkə görə bilərsiniz. Burada biz əvəzləyəcəyik bunu nə ilə? Yəni əvəzlənəcək söz olmadığına görə, ona görə biz buna 0 yazacağıq. Yəni cavab olacaq burada A variantı. 8. Aşağıdakılardan hansı doğrudur? Sektorun ölçüsü deyil 512 baytdır. Bu əməliyyat sisteminə aid olan bir sualdır. Bəli, sektorun ölçüsü 512 bayt təşkil edir. Bir düzdür. 64 kilobaytlıq klasterə həcmi 2 kilobayt olan bir fayl yerləşə bilər. Uşaqlar, biz ilk öncə qəbul etməliyik ki, biz bir klasterə bir fayl yerləşdirə bilərik. İndi bizə deyir ki, tutalım, buranı vizual olaraq klaster qəbul etsək, bu qabın deyir tutum 64 kilobaytdır. Və mən burada deyir 2 kilobayt dəyərində olan ancaq bir fayl yerləşdirə bilərəm. Bəli, uşaqlar, ümumi klasterin ölçüsü 64 kilobayt olsa da, biz bura ancaq və ancaq tutumundan asılı olmayaraq 64 kilobayt aşmayan bir dənə fayl yerləşdirə bilərik. Ona görə ikinci ifadə də bizdə doğrudur. Cavablar 1-2 ilə gəlməlidir. Ona görə bu cavabları ataq və imtahanda vaxta qənaət etmək üçün uşaqlar çalışın cavablarla işləyin. Ya 5-ə ya da 6-ya baxmalıyıq. Deyir ki, böyük ölçülü klasterlərdən istifadə diskin fraqmentasiyasını artırır. Tamamilə səhv fikirdir. 6-cı, FAT16 fayl sisteminə uyğun formatlaşdırılmış disklərdə klasterin ölçüsü diskin ölçüsündən asılı olaraq 512 ilə 64 kilobayt arasında dəyişə bilər. Adətən biz susma halında klasterin ölçüsü uşaqlar 4 kilobayt qəbul edirik. Amma FAT16 sistemində 512 və 64 kilobayt arasında dəyişilə bilər. Ona görə bu da ifadə düzdür. Doğru cavab 1, 2, 6, yəni B variantıdır. 9-cu, sort əmri hansı len tabında yerləşir? Uşaqlar, sortla nə edə bilərsiniz? Təbii ki, verilmiş məlumatları, dataları sıralaya bilərsiniz də. Gördüyü kimi bu görünüşdür, bu səhifə düzənidir, bu düsturlar haqqında deyilir, bu əlavə etməkdir. Deməli, data verilənləri nə edə bilərsiniz? Sort edə bilərsiniz. Bu 9-cu sual. İndi gəldik nəyə? 10-cu suala. 10-cu sualda bizdə nə deyir? Proqramlaşdırma dilləri müəyyən edin. Assembler, Lisp, bir də COBOL. 1, 2, 5 proqram təminatı dərsində tədris edirik. Olacaq C variantı. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanununa görə fərdi məlumatların toplanılması və işlənməsi hansı şərtlə həyata keçirilə bilər? Biz təbii ki, bu məlumatları öz PDF-lərimizdə qeyd edirik. Qeyd etməsək bile uşaqlar, biz bunları rahat şəkildə bir növ deyim situasiya tipli olur, rahat şəkildə tapmaq olur. Fərdi məlumatlar nədir? Şəxsi məlumatlardır. Yəni subyektin öz məlumatlarıdır. Deyir ki, subyekt öz razılığını verdikdə və ya bu məlumatlar açıq kateqoriyalı olduqda biz bu məlumatları toplayıb və üzərində hər hansı bir əməliyyatı həyata keçirə bilərik. Yəni şəxsin öz razılığı əsasında olmalıdır, yəni onun məlumatları üzərində əməliyyatın getməsi. 12-ci, bu da bir rahat bir sualdır. PowerPoint-də slide sorter rejimində görülmüş slaytlardır. Verilmiş fragmenti əsasən təqdimata deyir, neçə slayt var? 1, 2, 3, 4, 5, 6. Ona görə cavab olacaq D variantı. Kursor 5-cinin üzərində aktiv olsa da cəmi baxırıq ki, neçə slayt var? 6 slayt var. Excel-ə aid olan bir sual tipidir. Bu da rahat suallardan biridir. Qeyd edir ki, uşaqlar C2, Y5 diapazonu seçildikdən sonra ilk öncə seçək C2, Y5. Baxın, bura hissəni götürür bizdə. C2, Y5 diapazonu seçildikdən sonra fill up, doldur yuxarı əmri. Yəni, buradakı məlumatlar uşaqlar öz istiqamətinə yuxarı doğru baxın doldurulacaq. Bu özünü yuxarı, bu da özünü yuxarı doğru dolduracaq. Əmri icra edildi. Bu əməliyyatın icrasından sonra Y9 xanasında bu düstur yazılarsa, xananın nəticəsi bizdə neçə olar? Uşaqlar, Y2 xanasında nə yazıb? 9. Bu təbii ki, qüvvət işarəsidir. D7 xanasında bizdə nə verilibdir? D7 xanasında bizdə verilibdir D7, 1.
üstəgəlinsin D3. D3 xanasında bizdə nə verilibdir? 7. Vurulsun Y3. Y3 xanasında bizdə nə var? 9. Üstəgəlinsin C2. C2-də bizdə neçə var? 6. Uşaqlar, riyazi operatorların qaydasına əsasən biz birinci qüvvəti, sonra vurmanı, sonra toplamanı etməliyik. Diqqətli olun. 9 üstü 1 eləyəcək 9 üstəgəlinsin. 7-ni vuracaq 9-a eləyəcək 63. Üstünə də bizdə gələcək neçə? 6. Bu da eləyəcək bizdə neçə? 78. Yəni B variantı. 14. Kompüter qrafikasının əsaslarında daha çox istifadə olunan bir sual bölməsidir. Ağ-qara monoxrom raster təsvirin bir pikselinin rəngi haqqında informasiya aşağıdakılardan hansına bərabərdir? Ağ-qara neçə rəngdir? 2 rəng. Təbii ki, burada uşaqlar biz qüvvətə fikir verirdik də. 2 üstü 1. Yəni burada 1 nəyi göstərir? 1 pikselin kompüterin yaddaşda tutduğu həcmi. Ona görə cavab olacaq burada B variantı. Yəni bir rəngin həcminə baxırıq. Sonra mətndə sözün seçilməsi qaydalarından hansılar deyir doğrudur. Söz seçmək üçün uşaqlar təbii ki, bu ifadəyə baxırıq. Bu bir simvol sol tərəfə seçir. Bu bir söz sağ tərəfə keçir. Kursor sözün üzərində olarkən mouse'un sol düyməsini shift düyməsi ilə birlikdə klikləmək. Bu nə deməkdir? Funksiya hərəkət eləmir. Cümlə daxilində deyir, kontrol düyməsi sıxılı halda, bu da təbii ki, seçimi vermir. Söz üzərində mouse'un sol düyməsini 2 dəfə klikləmək adətən qeyd edirəm ki, məsəl üçün F8 funksional düyməsini 2 dəfə kliklədikdə də söz verir. Mətn daxilində mouse'un sol düyməsini 2 dəfə kliklədikdə də söz seçir. Ona görə cavab olacaq burada Y variantı. Fikrimcə uşaqlar, burada çətin bir sual tipi yoxdur. Rahat sualdır ki, adətən belə deyim də, birinci sual rahatdır. Kontekst menüyünü bilən rahat şəkildə təhlil edəcək. İkinci sualda siz Windows qrupunun əmrlərini dəqiqliklə bilməlisiniz ki, rahat üzərindən keçə bilərsiniz. Üçüncü sual modeli biraz dövlət qulluğuna fikirləşirəm ki, tam aid olmayan bir sualdır. Amma yenə də variantlardan tutmaq olar. Ən azı üçüncü, ən azı dördüncü, ən azı beşinci nəzəriyyələrin içərisində geniş şəkildə istifadə olunur. Dördüncü çox rahatdır, beşinci çox rahatdır, altıncı, yəni nəzəri hissəni oxuyan insan üçün rahatdır. Yeddinci də, yəni dediyim kimi, əgər şəkil böyük verilibsə, hər zaman deyirəm, orada rahatlıq hiss olunur. Sadəcə sözü üzərindən axtarıb tapırsınız. 8-ci də əməliyyat sistemini əgər geniş, rahat şəkildə oxuyursunuzsa və ya variantları çıxdaş etməklə də tapa bilərsiniz. 9-cu da rahatdır. Sual verib cavabını rahat şəkildə alırsınız. Sort neyiniyir? Məlumatları sıralayır. 10-cu da nəzəridir. Nəzəriyyəni bilən bunu yaza biləcək. 11-ci də yenə rahat bir sual tipidir. 12-ci sualda, yəni şəkildə baxıb rahat şəkildə yaza bilərsiniz. 13-cü də, yəni şərti bilən insan üçün rahatdır. 14 də yenə kompüter qrafikasına aid olan bir sualdır. Əgər üzərində təhlil olunubsa, keçilibsə rahat bir sual modelidir. 15 də Word üzərində praktiki bir sualdır.